Bəzən allergik uşaqlara peyvəndləri tətbiq eləməyə narahat olurlar valideynlər. Ümumiyyətlə peyvəndlər allergik uşaqlarda necə tətbiq olunmalıdır? Bunun xüsusi bir yolu, yordamı varmı? Biz çox vaxt eşidirik ki, uşaq allergikdir və ona peyvənd eləmək olmaz. Mən deyərdim əksinə. Allergik uşaqlara peyvənd eləmək lazımdır. Çünki allergik uşaqlar digər sağlam uşaqlardan fərqli olaraq mədə bağırsaq sistemləri, immun sistemləri çox həssasdır. Yəni onlar üçün məsələn biz hər hansı bir kəskin respirator virus infeksiyası keçirdəndə onu yüngül formada öskürək, burun axıntısı, yüngül hərarətlə keçiririksə, allergiklər bunu uzun sürən öskürəklə, uzun sürən burun axıntısı ilə, hətta inağa, təngə nəfəsliyə belə gətirib çıxardan formada keçirə bilərlər. İndi nəzərə alsaq ki, həmin peyvəndləmələ apardığımız xəstəlikləri allergik uşaqlar keçirilir və onlar nə vəziyyətdə ola bilər? Həyati təhlükəli bir durum yarana bilər. O baxımdan allergik uşaqların peyvənd olunması önəmlidir. Sadəcə burada riskli olan uşaqlar var. Yəni bu nədir? Ümumiyyətlə peyvəndləmə elə bir prosesdir ki, peyvəndin ilk dozasını başlamamışdan öncə uşaq həkim müayinəsində mütəmadi olub, yəni sıfırdan həkim müayinəsində olub, o uşağın həyat şəcərəsi, onun anasında, atasında allergiya varmı, yoxmu və yaxud da anada, atada asma vəziyyəti varmı, yoxmu, əvvəlki övladlarında peyvəndə qarşı hər hansı bir ölüm halları və yaxud da bir ağırlaşma halları müşahidə olunubmu, olunmuyubmu, anamnez toplanmalıdır. Və toplu anamnezdən sonra birinci doz peyvənd vurularkən mən həmişə valideynlərə məsləhət görürəm. Fərqi yoxdur, dövlət müəssisəsində, özəl müəssisədə peyvənd elətdirirsiniz. Birinci doz peyvənddən sonra mütləq 30 dəqiqə ərzində tibbi müəssisəni qətiyyən kənarlaşmayın, yəni tərk eləməyin. 30 dəqiqə müddətində həkim nəzarəti altında olun. Çünki peyvəndə qarşı reaksiyalar yüngül və ağır olmaqla iki qrupa bölünür. Yüngül reaksiyaları biz peyvənd vurduğumuz günün axşamısı da müşahidə edə bilərik. Yəni yerli qızarıqlıq ola bilər, şişkinlik ola bilər, səpki ola bilər, hərarət ola bilər. Bəli, bunlar yəni qaçılmaz bir haldır. Bu təkcə peyvəndə qarşı olmur. Yəni mən belə deyim sizə, son dövrlərdə biz dərman maddələrinə və vitaminlərə qarşı da bu cür allergik reaksiyalar görürük. Yəni bu demək deyil ki, peyvənd əks göstərişdir. Amma ağır peyvənd həyati təhlükəli, yəni tənəffüs pozulmasına, boğulmaya, təzyiqin düşməsinə, bayılmaya səbəb olan allergik reaksiyalar var peyvənd əleyhinə. Onlar ilk 30 dəqiqədə özünü göstərir və ilk 30 dəqiqə ərzində də həkim və tibb bacısı tərəfindən tədbir görülürsə heç bir həyati təhlükə qalmır.